1933-cü ilin mart ayında ABŞ Böyük Depressiyanın dərin çuxurundaydı. Banklar bağlanır, insanlar əmanətlərini itirir, işsizlik dalğası ölkəni bürüyürdü. Hamının gözü yeni seçilmiş prezident Roosevelt'də idi. O, ilk müraciətini radio ilə etdi. Sakit, evindəki kimi səmimi tonda başladı. Stat: Əziz dostlarım, bugün sizə bank böhranı haqqında danışmaq istəyirəm. Statın sonu. Ocaqbaşı söhbətləri adı altında başlayan bu axşam görüşləri söhbətlər sadə dillə, izahatlarla dolu idi. İnsanlar radionun yanında oturub sanki prezidentlə otaqda söhbət edirmiş kimi hiss edirdilər. Bu addımlardan sonra nəticədə banklara inam bərpa olundu. İnsanlar pullarını geri qaytardılar və Roosevelt 31 belə müraciətlə xalqı depressiya və müharibə illərində bir yerdə, ortaq maraqların keşiyində saxladı. 1940-cı il iyunun 4-də Dunkirkdən Britaniya əskərlərinin möcüzəvi evakuasiyası başa çatmışdı. Amma Fransa məğlub olmuşdu. Almaniya Britaniyanı işğal etməyə hazır idi. Deputatlar və xalq qorxu və ümidsizlik içində idi. Bax, belə bir gündə Churchill palatada çıxış etdi və dedi: Stat: Biz sonadək davam edəcəyik. Biz Fransada döyüşəcəyik, dənizlərdə və okeanlarda döyüşəcəyik, havada artan inam və qüvvətlə döyüşəcəyik. Biz adamızı nəyin bahasına olursa olsun müdafiə edəcəyik. Biz sahillərdə, eniş meydanlarında, tarlalarda, küçələrdə və təpələrdə döyüşəcəyik. Biz heç vaxt təslim olmayacaq. Statın sonu. Radio ilə yayılan nitqin təsiri o qədər güclü idi ki, bütün qürurlu Britaniyalılar son savaşa hazırlaşmağa başlamışdı. Kennedy'nin inaugurasiya nitqi, Lincoln'un Gettysburg performansından sonra mənə görə vahid fiziki coğrafiya özünün xalqını qanla, ideya ilə yarada bilmişdi. Çox sonralar 21-ci əsrin ilk illərində antik dövrün ortalarından, hətta Siserondan başlayaraq davam edən natiqliyin liderləri üçün yaratdığı tribuna inanılmaz güc vasitəsi idi. Amma bəhs etdiyimiz çağdaş dövrümüzdə prezident İlham Əliyevə qədər demək olar ki, heç bir siyasi lider natiq özünün performansı ilə zirvəyə çıxıb tarix yaza bilməmişdi. Lakin 2020-ci ilin 27 sentyabrından sonra Əliyevin sərgilədiyi mövqe və çıxışları, zəfər söhbətləri ölkə tarixi üçün müstəsna əhəmiyyətə malik olmaqla yeni bir fenomen yarada bildi. Azad edilən torpaqların, kəndlərin, şəhərlərin elanı eynən bir vətən yaratmağa bərabər yeni xalq, toplum yaratmaq idi. Şübhəsiz ki, bunun ən böyük adı qələbənin xalqla bölünməsi fəlsəfəsi idi. Xalqın övladları cəbhələrdə döyüşür, şəhid olur. Siyasi və hərbi, diplomatik meydanlarda isə xalqın 14 iyul gecə mitinqlərinin enerjisindən güc alan rəhbər həmin gücü böyük bir sərkərdəlik məharəti ilə icra edirdi. 44 gün ərzində reallaşdırılan xalqla müraciətlər silsiləsinin nəticəsi son 300 illik tarixi geri döndərmək, ölkəmizin hərb tarixini zənginləşdirmək, hərbi ideoloji lüğət bazasını təzələmək və beyinləri dəyişdirmək idi. Prezident Zəfər Parkının açılışında xalqa müraciətində deyir: Stat: Bütün bu şanlı tarixi Azərbaycan xalqı öz qanı ilə, öz gücü ilə yazmışdır. 44 gün ərzində Azərbaycan Silahlı Qüvvələri ancaq və ancaq irəli gedirdi. Xalqımızın əzmini bütün dünyaya nümayiş etdirmişdir. Statın sonu. O daha sonra anım günündə çıxışında demişdi: Stat: Bu qələbə tarixdə əbədi qalacaq. Azərbaycan Silahlı Qüvvələri 44 gün ərzində düşmən ordusunu məhv edərək öz ərazi bütövlüyünü bərpa etdi. Bugün Azərbaycan xalqı müzəffər xalq kimi yaşayır. Bugün Azərbaycan dövləti qalib dövlət kimi yaşayır. Statın sonu. Hətta Sosial Tədqiqatlar Mərkəzinin prezidentin fəaliyyəti ictimai rəydə vətən müharibəsi və 2020-ci ilin yekunları adlı rəy sorğusunun nəticələrində görə bilərik ki, respondentlərin 96,4%-i vətən müharibəsində torpaqlarımızın işğaldan azad olunmasını 2020-ci ildə ölkə başçısının fəaliyyətinin ən uğurlu nəticəsi kimi qiymətləndiriblər. Respondentlərin 65,6%-i Ali Baş Komandan İlham Əliyevin xalqa daim qələbə müraciətləri etməsini, 62,1%-i dövlət başçısının xarici kütləvi informasiya vasitələrinə müsahibələrini və hücum diplomatiyasını 2020-ci ildəki fəaliyyətləri sırasında təqdir edib. Bugün elə bir tarixdən keçirik ki, savaşlar ya öz liderlərini yaradır, ya da liderlərini dəfn edir. Şübhəsiz ki, güc faktoruna arxalanmaq heç də həmişə həll edici olmaya bilər. Çünki əsas məsələ burada haqlı olmaq aspektinə söykənir. Bizim də savaşımızda bu cür
yol keçdik. Ədalət pozulmuş, haqqımız tapdanmış və torpaqlarımız işğal edilmişdi. Lakin dövlət ağlının prinsipiallığı və bu gedişatı heç zaman qəbul etməməsi əsas qırmızı nöqtələri təşkil edirdi deyə deyil. 30 il, nəsillər də dəyişib, 70 ildə keçsəydi, Azərbaycan o torpaqları qaytarmağa can atacaq. Sadəcə optimal nəticələr üçün adekvat rəhbərliyə ehtiyac vardı və bu rəhbər Prezident İlham Əliyev idi. Bugün biz yeni savaşlar döneminde yaşayırıq. Günümüzdə 2020-ci il zəfərindən sonra onlarla müharibə baş verib. Son 6 ildə şimalımızda və cənubumuzda indi də davam edən savaşlar mövcuddur. Hər iki cəhbənin düşmən rəhbərləri öz xalqlarına, maraq kütlələrinə xitab edirlər. Lakin heç biri bizim müqəddəs savaşımızın nəticələrinə gətirmir. Hətta günümüzdə ABŞ və İranın özünü qalib etdiyi qəribə müharibədə də liderlər xalqlarına müraciət etməkdədirlər. Amma o bu da bilmirlər. Çünki ilahi ədalət müharibə meydanlarını çoxdan tərk edib. Faktiki olaraq keçirilən rəy sorğuları liderləri olduqca mübahisəli bir vəziyyətə salıb və onların ictimai dəstəkdən məhrum olduqlarını aşkar edib. Əziz Əlbəyli, Namiq Abbasov, Today Press TV.